Salam əziz şagirdlər, biz Landau test toplusu ilə davam edirik və növbəti mövzumuz Newton qanunlarıdır. Başlayaq bir nömrəli məsələdən. Birinci halda cismin təcili 4 metr böl saniyə kvadrat, ikinci halda isə 3 metr böl saniyə kvadratdır. Cisimlərin kütlələrinin nisbətini, yəni M1 bölünsün M2 nisbəti nəyə bərabərdir deyə soruşur, sürtünmə nəzərə alınmır. Deməli, birinci halda bizə təcili verib 4 metr bölünsün saniyə kvadrat. Onda biz buradan görürük ki, birinci cismə təsir edən qüvvə var. 20 Newtondur. Təcili də bunun 4 metr bölünsün saniyə kvadratıdır. Onda biz buradan birinci cismin kütləsini tapa bilərik. Birinci cismin kütləsi M1 bərabərdir. Qüvvə bölünsün təcildir. Yəni F bərabərdir MA düsturuna əsasən. Buradan qüvvə 20 Newtondur. Təcil 4-dür. Deməli biz M1-i 5 kiloqram almış olduq. Bu belə. İndi gələk ikinci cismə. İkinci cismə görürük ki, 27 Newton qüvvə təsir göstərir və bu qüvvə hər iki cismə təsir göstərir. Yəni, burada biz M1 üstə gələk M2. Yəni, bu cismi biz bir cisim kimi nəzərə alsaq, kütlə bərabərdir, qüvvə bölünsün, yenə təcil olmalıdır. Qüvvə 27-dir. Təcili də bizə deyir ki, 3 metr bölünsün saniyə kvadratıdır. 3-ə böldük. Deməli, M1 üstə gələk. M2 oldu 9 kiloqram. Artıq biz M1-i bilirik, 5-dir. M1-in yerinə 5 yazsaq, 5 üstə gələk. M2 bərabərdir 9. M2-ni də buradan tapırıq. 9 çıxılsın 5, yəni 4 kiloqram. Nisbət soruşur bizdən. M1-in M2-yə nisbəti. M1 oldu 5 kiloqram. M2 oldu 4 kiloqram. Oldu 5 bölünsün 4. Cavab Y variantı. 2 nömrəli məsələ. İpin T gərilmə qüvvəsinin 20 Newton olduğunu bilərək F gərilmə qüvvəsini hesablayın. Yenə sürtünmə nəzərə alınmır. Deməli, biz bu sistemə nəzər salsaq, T-nin bizə 20 Newton olduğunu deyir. Baxın, 20 Newtondur bu və bizdən F-i soruşur. Onda biz görürük ki, burada T ip gərilməsi hansı kütləli cismi çəkir? M-i çəkir. Onda biz deyə bilərik ki, baxın, bura düşən gərilmə, bura hər hansı bir T1 gərilməsi deyək. Tənasüblə, yəni 20 Newton əgər bir dənə M-i çəkirsə, bəs 2 M-i çəkən qüvvə nə qədər olmalıdır? Təbii ki, 40 Newton olmalıdır. Baxın, buranı tapdıq biz 40 Newton. Və eyni ipdə eyni gərilmə olmalıdır. Burada görürük ki, baxın, bu ipin üzərində heç bir cisim asılmayıb. Yəni, bu ip eyni bir ipdir. Onda biz buradakı gərilmələri eyni götürməliyik. Yəni, burada F qüvvəsi də 40 Newtona bərabər olacaq. Deməli, cavabımız oldu burada D variantı. Davam eləyək. 3 nömrəli məsələ ilə Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Düz xətlə hərəkət edən iki cismin koordinatının zamandan asılılıq qrafikləri verilmişdir. İndi gəlin biz bu qrafikləri nəzərdən keçirdək. Bu qrafiklərə ilk öncə baxanda görürük ki, koordinatın zamandan asıllıq qrafikləridir və koordinatın zamandan asıllığı görürük ki, xəttə asıllıqdır. Hər ikisi. Xəttə asıllıqdırsa bunun hər ikisi bərabər sürətli hərəkətdir. Çünki biz demişik ki, koordinat tənliyi əgər x0 üstə gələk və xt olarsa, bu bərabər sürətli hərəkətdir. Yəni, koordinat burada zamandan düz mütənasib asılıdır. Bərabər sürətli hərəkətdir və bərabər sürətli hərəkət hər ikisi bərabər sürətlidir. Onda burada 4 baxın. Deyir, cisim düz xətli bərabər sürətli hərəkət edir. 4 hər ikisinə uyğun gələcək. Və birincidə deyir ki, cismə təsir edən qüvvələrin əvəzləyicisi 0-a bərabərdir. Əgər hərəkətimiz bərabər sürətlidirsə, yəni burada sürət dəyişməsi yoxdur. 0-dır sürətin dəyişməsi. Təcil demişdik ki, vahid zamanda sürət dəyişməsinə bərabərdir. Yəni, delta V bölünsün T-dir.
onda deməli təcil də sıfırdır. Bərabər sürətli hərəkətdə təcil sıfırdırsa, onda deməli əvəzləyici qüvvə də sıfıra bərabərdir. Gəlin baxaq. 1 əvəzləyici qüvvə sıfırdır. Deməli bu da hər ikisinə aiddir. 1, 4 ortaq oldu. 2-yə baxırıq. Cismin sürətinin modulu 3 metr böl saniyədir. Gəlin hər ikisinin sürətini hesablayaq. Sürəti tapanda birincinin sürəti üçün yazırıq. V1x bərabərdir. X çıxılsın, x 0 bölünsün t-dir. Burada biz görürük ki, baxın, -6 koordinatından başlayır və 2 saniyə sonra koordinatı olur 0. Yəni biz başlanğıc koordinata x0-a -6 desək, son koordinata da 0 desək və gətirib bunu düsturda nəzərə alsaq, x 0 çıxılsın, bunu aşağıdan yazaq ki, qarışmasın. Baxın, buradan yazın. 0 çıxılsın -6. Keçən zaman müddəti nə qədərdir? 2 saniyədir, bölürük 2-yə. Elədir bu 3 metr bölünsün saniyə. İkinci cismə baxırıq. Başlanğıc koordinatı x0 8-dir. Son koordinatı, yəni 4 saniyə sonra olub 0. Onda yenə v2x yazaq buna da. X çıxılsın, x0 bölünsün keçən zaman müddəti. O da bərabərdir. X 0-dır. Çıxılsın. X0'ımız 8-dir. Keçən zaman müddəti 4-dür. Bu da elədi -2 metr bölünsün saniyə. İndi gəlin baxaq. Deyir, cismin sürətinin modulu 3-dür. Biz harada 3 aldıq? Təbii ki, birincidə. Onu da yazırıq bura 2. Üçüncüdə deyir ki, cismin sürətinin modulu 2 metr böl saniyədir. Modul deyir. Biz burada mənfi aldıq, amma modulca baxsaq, təbii ki, olacaq -2. Onda üçüncü də ikinci cismə aiddir. 5 nə deyir? Cisim müşahidəyə başlayandan 2 saniyə sonra koordinat başlanğıcında olur. Baxın, burada cisim hərəkətə başlayır və 2 saniyə sonra harada olur? Koordinat başlanğıcında, yəni 0 koordinatında. Bu birində isə 4 saniyə sonra 0 koordinatında olur. Onda deməli 5 aid olacaq 1-ə, 6 aid olacaq 2-yə. Cavabımız oldu 2, 5, 3, 6 və 1, 4 D variantı. 4 nömrəli məsələ. Cismə təsir edən 4 qüvvənin əvəzləyicisinin modulunu hesablayın. Deməli, burada 4 qüvvə var. Baxın, bu birinci qüvvəmizdir. Burada verib, bu birinci. Bu ikinci qüvvəmizdir. Bu üçüncü qüvvəmizdir. Bu da dördüncü qüvvəmizdir. Gəlin buna F4 yazaq. F4. Burada bir neçə dənə qüvvədir və biz bir neçə dənə qüvvənin əvəzləyicisini tapmaq üçün ilk öncə bunları nə edək? Proyeksiyalarını yazaq. Proyeksiyalarını tapaq. Hər bir qüvvənin. Yəni mən birinci nə edəcəm? Əvəzləyici qüvvənin X və Y oxları üzrə proyeksiyasını tapacam. Yəni bunları biləndən sonra artıq biz əvəzləyici qüvvənin modulunu hesablaya bilərik. Bunun üçün nə edirik? Deməli, baxın, belə bir üsuldan istifadə edəcəm. Hər bir qüvvənin həm X, həm Y oxları üzrə proyeksiyalarını tapacam. Sonra onları toplayacam. O da bizə verəcək əvəzləyici qüvvənin X və Y oxları üzrə proyeksiyasını. Bizdə 4 dənə qüvvə var. Deməli, birinci qüvvənin proyeksiyasını tapmalıyam. İkinci, üçüncü və dördüncü. Ən sonda da əvəzləyicisinin proyeksiyasını verəcək bizə. Birinci qüvvəyə baxıram. Birinci qüvvə görürük ki, burada. Baxın, bu qüvvədir. Və Y oxu yuxarı, X oxu sağa doğrudur. Burada birinci qüvvənin Y oxu üzrə proyeksiyası 0-dır. Çünki Y oxuna nədir? Perpendikulyardır. Amma X oxu üzrə proyeksiyası nədir? Görürük 2-də dayanıb. Bir bölgümüz 2-dir bizim. Burada 2 verib. Deməli, onda yazırıq. X oxu üzrə proyeksiyası 2, Y oxu üzrə proyeksiyası 0. F2-yə baxaq. F2 görürük ki, baxın, bu qüvvədir. İndi bunun, deməli,
X oxu üzrə proyeksiyası görürük. Baxın, X oxuna biz perpendikulyar çəksək, -2-dədir, yazırıq. Y oxu üzrə proyeksiyası isə -6-dadır. Yazdıq. 3 qüvvəsinə baxırıq. 3 qüvvəsi baxın bu qüvvədir. Y oxu üzrə proyeksiyası -2-dir. X oxu üzrə proyeksiyası -2-dir. Deməli, X oxu üzrə -2, Y oxu üzrə -2. Qaldı bir dənə dördüncü cisimimiz. Dördüncü qüvvəni də baxaq. Dördüncü qüvvə budur. Deməli, bunun X oxu üzrə proyeksiyası baxın 2-dir. 2 yazdıq. Y oxu üzrə proyeksiyası da 2-yə bərabərdir. İndi mən burada nə etməliyəm? Həmən bu aldığım proyeksiyaları toplayıram. Çünki əvəzləyici qüvvə nə idi? Bir neçə dənə qüvvəni əvəz eləyən qüvvə idi. Yəni, vektorial olaraq biz onları toplamalıyıq, düzdürmü? Onda proyeksiyalarını toplasam, mən bunun X oxu üzrə proyeksiyalarını toplasam, bizə əvəzləyici qüvvənin X oxu üzrə proyeksiyasını verəcək. Bu da eləyir, baxın, 2, -2, 0, -2, bu da 2, 0. Yəni, X oxu üzrə koordinat 0-dır. Y oxu üzrə koordinatını tapıram. 0 üstə gələk -6. Elədi, elə -6. Üstünə 4 gəlirəm, elədi -2. Deməli, əvəzləyici qüvvənin X oxu üzrə proyeksiyası 0-dır. Y oxu üzrə proyeksiyası isə -2-dir. Yaxşı, bu nə deməkdir? Bu o deməkdir ki, bir Y oxumuz olsun. Elə gəlin burada göstərək. Baxın. Əvəzləyici qüvvəmiz olacaq bizim. Onda X oxu üzrə proyeksiya 0 olmalıdır. Yəni, X-a perpendikulyar olmalıdır. Y oxu üzrə -2 olmalıdır. -2 də baxın, bura gəlir. Deməli, bu oldu bizim bu 4 dənə qüvvənin əvəzləyicisi. İndi bunun modulu nəyə bərabərdir? Modulu təbii ki, 2-yə bərabər olacaq. Cavabımız oldu. F əvəzləyici bərabərdir 2 Newton. 5 nömrəli məsələyə baxaq. Hansı ifadələr doğrudur? Birinci cismin kütləsi ikinci cismin kütləsindən 2 dəfə çoxdur. Deməli, buradan yazırıq. M1 bərabərdir 2M2. İndi, burada 1 və 2-ci variantlarda ətalətlilik haqqında deyir. Ümumiyyətlə, ətalətliliyin ölçüsü kütlədir. Kütləsi böyük olan cismin ətalətliyi də böyükdür. Ona görə biz deyirik ki, burada hansı daha çox ətalətlidir? Təbii ki, birincinin kütləsi ikincinin kütləsindən böyükdür. Onda birinci cisim daha çox ətalətlidir. Deməli, burada ikinci cisim birinci cisimdən daha çox ətalətlidir. 2 doğru variantdır. 1 səhvdir. İndi cisimlərin qarşılıqlı təsiri zamanı birinci cisim ikinci cisimdən 2 dəfə az təcil alır. Newtonun ikinci qanununa görə demişik ki, A bərabərdir F bölünsün M. Qarşılıqlı təsir zamanı təcil kütlə ilə tərs mütənasib asılıdır. Onda birinci cismin kütləsi ikinci cismin kütləsindən böyükdürsə, ikinci cismin təcili birinci cismin təcilindən böyük olacaq. Deməli, neçə dəfə böyük olacaq? 2 dəfə böyük olacaq. Deməli, ikinci cisimdən, burada deyir, cisimlərin qarşılıqlı təsir zamanı birinci cisim ikinci cisimdən 2 dəfə az təcil alır. Bu doğru variantdır. Cisimlərin qarşılıqlı təsir zamanı birinci cisim ikinci cisimdən 2 dəfə çox təcil alır. Bu səhvdir. Cisimlərin qarşılıqlı təsir zamanı birinci cismin sürəti daha çox dəyişər. İndi təcil harda böyükdürsə, təcil nə idi? Sürət, vahid zamanda sürət dəyişməsi idi. Təcil harda böyükdürsə, orada vahid zamanda sürətin dəyişməsinin çox olduğunu deyə bilərik. Yəni, ikinci cismin sürəti daha çox dəyişəcək. Bu da 6-ya uyğundur. 5 səhvdir. Cavabımız oldu 2, 3 və 6. 6 nömrəli məsələ. Uyğunluğu müəyyən edin. Kütləsi 10 kiloqram olan cismə, deməli M 10 kiloqramdır. 0-2 saniyə aralığında. Gəlin birinci buna baxaq. Qrafika baxsaq. 0-2 saniyə aralığı, baxın bu aralıqdır. Bu aralıqda cisim necə hərəkət edir? Düz xətli, bərabər
sürətli hərəkət edir. Düz xətli bərabər sürətli hərəkətdə təcil nəyə bərabər idi? Sıfıra bərabər idi. Təcil sıfırdırsa, qüvvə nəyə bərabərdir? O da sıfıra bərabərdir. Deməli, onda biz variantlara baxsaq, A-da qüvvə var, B-də qüvvə var, C-də deyir, əvəzləyici qüvvə sıfırdır. Deməli, A 1-ə, daha doğrusu 1-ə C uyğundur. Daha sonra gəlin ikinci hissəni araşdıraq. Baxın 2 saniyə və 4 saniyə aralığında sürət dəyişməsi burada neçədir? 4-dən başlayıb 12-yə gəlib. Təbii ki, sürət dəyişməsi burada 8-dir. Zaman nə qədərdir? 2 saniyədir. Onda burada təcilin modulunu tapsaq. A bərabərdir sürət dəyişməsi bölünsün zaman. O da edir 8 bölünsün 2, 4 metr bölünsün saniyə kvadrat. Yəni D uyğundur bura. Deməli C-ni yazdıq, D-ni yazdıq. Daha sonra həmən bu 2-4 saniyə aralığında cismə təsir edən qüvvəni hesablasaq, təcili tapmışıq. Onda M-i vurarıq A-ya, F M-A-ya bərabərdir. Deməli, kütlə 10-dur, təcili 4 aldıq, oldu 40 newton. Deməli, burada A variantı da getdi 2-4 aralığına. Gəldik indi 4-6 saniyə aralığına. Bax, bu aralığa baxaq. Burada sürət dəyişməsi nə qədərdir? 12-dən 0-a gəlib 12 götürürük. Təbii ki, modulunu götürürük. Keçən zaman müddəti 2 və 4 saniyə aralığıdır. Yəni, zaman müddəti də 2 saniyədir. Onda təcili tapsaq buradan sürət dəyişməsini bölməliyik yenə zamana. Yəni, 12 böl 2 elədir 6 metr bölünsün saniyə kvadrat. Bu da Y variantı uyğun gəlir buna. Y-ni yazdıq bura. Qüvvəni hesablasaq, F bərabərdir M vurulsun A-dır. M 10 kiloqramdır, A 6 tapdıq, elədir 60 newton. İndi burada 60 newton tapdıq. Hərəkət necə hərəkətdir burada? Görürük ki, burada hərəkət bərabər yavaşlayan hərəkətdir. Bərabər yavaşlayan hərəkətdə təcillə sürət əks istiqamətli olmalıdır. Baxın, sürət əgər sağa doğrudursa, təcil sola doğrudur. Təcil sola doğrudursa, əvəzləyici qüvvə həmişə təcil istiqamətindədir. Ona görə qüvvə də burada hərəkətin əksinə olacaq. Bu da uyğun gəlir 4-6 saniyə aralığına. A-da da hərəkət istiqamətində deyir yönəlib. Görürük ki, həqiqətən də hərəkət bərabər yeniləşəndir. Yəni, bərabər yeniləşən hərəkətdə də təcil və sürət eyni istiqamətli olur. Ona görə də təcillə sürət eyni istiqamətlidirsə, qüvvə də sürətlə eyni istiqamətlidir. Deməli, 1-ə uyğun gəldi C, 2-yə uyğun gəldi A, D, 3-ə uyğun gəldi B, Y. Belə, əziz şagirdlər, Newton qanunlarına da baxdıq. Növbəti test tapşırığımız statikanın əsasları olacaq. Sağ olun, salamat qalın.